Deməli, hal-hazırda ekran görünməlidir. Belə olmasını umuruq. Hə, deməli, salam. Eee, deməli, başlayaq ehtimal nəzəriyyəsindən. Ehtimal nəzəriyyəsi belə bir anlayışdır ki, burada bir hadisənin baş vermə ehtimalını hesablayırıq və bunun üçün bu variantları hesablamaq üçün iki anlayışımız var. Biri permutasiyadır, biri kombinizondur. Bunların fərqi nədir? Bəsit dildə desək, permutasiyada bizə ardıcıllıq, yəni sıra vacibdir, sıra mütləqdir. Amma kombinasiyada sıra vacib deyil. Yəni nümunə olaraq desək, məsələn, kiminsə məsələn sırasına düzürük də. Filan kəs birinci yeri tutub, filan kəs ikinci, filan kəs üçüncü. Burada yəni sıra önəmlidir də. Amma ki məsələn qutudan şar çıxardırsan, hansı ki məsələn qutudan 5 dənə şey çıxardırsan, onların sırasının önəmi olmaya da bilərdi. İndi sual şərtinə görə. Yəni əslində bunlardan hansından istifadə olunacaq? Sual şərtindən asılıdır. Burada düsturlar zaten var. Yəni bunları yəqin ki əzbərləmisən. İndi isə əsas mahiyyətini dərk eləmək üçün bir şeylər yoxlamağa çalışacağıq. Məsələn, bir iki nümunə ilə gedək. Sən yəqin ki, bir saniyə, burada bir şey qeyd eləmişdim. Hə. Məsəl üçün belə bir nümunə ilə gedək. Faktorialla, məsələn, 5 tələbədir. Bunları xəttim də marşa. Nəysə. Bunları məsələn neçə cür düzmək olar sırayla? Yəni 5 faktorialını hesablayırıq da bunu. Amma ki, məsələn, ya da hansısa bir söz, məsələn ki, nə olsun? Siçan sözü. Bu sözün hərflərini dedik ki, neçə müxtəlif yolla düzmək olar. Bu da 5 hərfdir, 5 faktorialla. Amma bizdən belə bir şey soruşa bilər ki, məsələn, elə bir söz olsun ki, orada hərf təkrarlansın da. Məsələn, burada bu hərf təkrarlanır. Yəni ki, bunun yerinin önəmi yoxdur. Bunu hesablamaq üçün 5 faktorialı böləcəyik. Təkrarlanan 2 dənədən, yəni bir hərf 2 yerdə təkrarlanır, 2 faktorialı. Ya iki dənə hərf də təkrarlana bilər. Orada məsələn level sözü var. Belə halda məsələn 5 faktorialı böləcəyik. 2 faktorial e hərfi. Bir dənə də l hərfinə görə 2 faktorial. Yəni bu belə. Sonra kombinizon əsasən necə istifadə olunur? Məsələn 9 kitab oxumalıyıq. Onlardan ikisini seçməliyik. Məsələn neçə müxtəlif kombinasiya var? Burada 9, 2 ya da ki nə bilim 12 futbolçusuna 5 nəfərlik heyət qurmalıyıq. Kombinizon 12-nin 5-ə, yəni ki bunlar biraz bəsit şeylərdir. İndi biraz daha mürəkkəb bir şey var. Bayaq bir neçə şey qeyd eləmişdim. Onlara baxaq. Səsim gəlir də yəqin ki, gəlmiş olmalıdır. Nəysə. Məsələn 7 nəfərdən 7 nəfər var. Bunlardan 3 nəfərlik komandalar yaradılmalıdır. Və hər bir komandadan da o 3 nəfərdən biri kapitan təyin olunmalıdır. Yəni burada əlavə bir şərt var. Ona görə belə bir şey eləməliyik. Birinci o 7 nəfərdən 3 nəfərlik komandaları yaradırıq. Məsələn kombinizonla. Zaten burada sıra önəmli deyil də. 3 nəfərlik komanda yəni yəni burada nə sırası ola bilər ki? Bunu hesablayırıq. Hər 3 nəfərlik komandadan da yəni bu hər situasiya üçün də bir dənə kapitan olmalıdır. Ona görə də elə bil ki o üçündən biri kapitan olmalıdır. Da orada da 3-ə vururuq ki bunu yekun cavabı da ümumi şeyi tapaq. Ümumi kombinasiyaların sayını tapaq. Məsələn eyni şeyə aid belə bir nümunə var. 4 qız, 5 oğlan var məsələn. 4 qız, 5 oğlan. Buranın klaviaturası var görəsən bu saytın. Nədir? Var imiş. Sevindim. Neyse onu yazmışam da. 4 qız 5 oğlan var və bunlardan 3 nəfərlik komanda seçirik. Hər komandada ən az bir qız olmalıdır. Ən az bir qız. Ən az bir qız. Bunun yerini dəyişmək olmur. Nəysə ən azından bunu öyrəndik. Və belə bir halda nə etmək olar? Gözdən bura keçək. Bunu sürüşdürdük. Bu yerində sabit qaldı. Nəysə. Birinci. Bax, kombinizon 9-un 3-əni hesablayırıq. Biz də burada ümumi vəziyyəti tapırıq ki, ümumi neçə kombinasiya ola bilər.
Hər komandada ən az bir qız olduğu halı hesablamaq üçün birinci ya onu tapaq ki, sırf oğlanlardan ibarət komandanı tapaq. Bax elə bil ki, bu ümumi hesabladıqca bir x oldu, okey. Sonra necə? Elə bil ki, sırf oğlanlardan ibarət komanda tapmaq istəyirik də. Kombinezon 5-in 3-ə. 5 oğlan var. 3 nəfər götürürük axı. Bu bizə verəcək ki, neçə ehtimal var ki, komanda sırf oğlanlardan ibarət olsun. Bu da bir Y. Və biz bu yekunda x-dən y çıxaraq bilə bilərik ki, komandada ən az bir qızın olduğu hallardır. Bax bu. Bu cavab komandada ən az bir qızın olduğu hallardır. Yəni ki, bu da başqa bir nümunə. Sonra elə bayaq sənin atdığın nümunəyə də baxa bilərik. Bunun şəkli hara düşüb? Bunun şəklini yükləmişdim bayaq. Bu deyil, yox. Yo, budur. Nəysə, şəkli yoxdur. Nəysə, şəkli var da səndə. Bunun bura kimi olan hissəsi zaten okeydir, adi bildiyimiz riyaziyyatdır. Burada 30 verən cütlük, bax bir dənə. Bunu bayaq başa salmışdım, bilməm başa düşdün yoxsa yox. Elə bunu da bir nümunə kimi göstərim də. 30 verən cütlük ancaq 20 ilə 10-luqdur da bu situasiyada və bunların sayını bir-birinə vururuq. Burada əsasən vurma ilə gedirik də bu tip şeylərdə. Və kombinezon da ümumi sayı 28-dir və 2 zərf, yəni 2-yə uyğun olaraq hesablamalıyıq. Ehtimalı da bölməklə. Yəni belə bil ki, bu kombinasiyaların sayıdır. Sualın şərtinə əsasən fikir vermək lazımdır. Kombinasiyaların sayını mı soruşur, yoxsa nəyinsə olma ehtimalını mı soruşur? Ehtimal soruşursa, ümumi saya bölməlisən. Yəni, ümumi saya bölərək ehtimalı tapırsan. Bu da belə. Bu mənə lazım olmayacaq. Bura gəldik. Başqa nə etmək olar? Başqa nəyin üstündə göstərim, onu düşünürəm. Hazırda bayaq kitabı açmışdım, bayaq buradan bir neçə şey. Ya bu kompleksdir. Bu burada qalıb arada. Bir dəqiqə, bu mən necə silim? Mesaj gəldi, bir saniyə. Ee, deməli. Uf, əl çəkmir. Hə, bu adcikdir bu arada. Mən bu burada necə silim? Qəribə görünür. Hə. Hə, getdi. Qəşəng. Burada deməli, yəni bunları zaten yazarsan, bəs hesablamaları. Məsələlər hardadır? Bir də sən mənə demişdin, bu tiplilər yəqin ki sənə deyəsən müəllimimdən soruşmuşdun. Bloka düşür deyəsən, ancaq mən biləm bu binomiallar zətlər. Elə bil ki falan bunun üstündə 10 falan necə açılır olar, Newton binom tənliyi falan. Mən bilən elə bir şey demişdim. Bunları da yazarsan o düsturları əzbər bilərək. Bunun ikinci hissəsi şey anı. Sırf bu. Ehtimal nəzəriyyəsi və. Bayaqki o ehtimal nəzəriyyəsi deyildi. Nəysə, boş ver. Burada məsələn zər məsələləri var. Zərdə məsələn bu ilə görüm ekranda yaza bilirəmsə zor. Bax zər məsələləri var. Orada yox. Qələm. Məsələn zərri atırsan, zərdə hansı ədədin düşmə ehtimalı 6-da 1 olur da normalda 600 var 1. 2 zəri eyni atsan, onun qoşa gəlmə ehtimalı 6-da 1 vur 6-da 1 filan. Yəni sırf burada vurma gedir də elə bil ki, bu üsulla müxtəlif şeyləri vura bilərsən. Məsələn, adicə baxaq bu 8-ə. 2 zəri birgə atıb düşən xalların fərqinin 3 olma ehtimalı. 2 zəri birgə atıbsa məxrəcə 36-nı default olaraq yazırıq, surət hesablayacağıq. Surətdə də fərqin 3 olma ehtimalı nədir? 1 ilə 4 ola bilər, 2 ilə 5 ola bilər, 3 ilə 6 ola bilər. Bir də bunun tərsi olar da 4 ilə 1, 5 ilə 2. Yəni ümumi 6 hal olacaq. 6 hal bu da bizə verəcək nə? 1 bölünsün 6. Bunları yazar. Niyə aşağı sürüşmür? Sürüşdü. Bu da belə. Buradan yəni ki bunlar düşündürücü şeyləri. Gəl birinin üstündə dayanaq. Məsəl üçün 22-yə baxaq gəl. 22-yə baxaq. Deməli, qutuda 5 qırmızı, 3 sarı və 2 qara kürə var. Və bizə lazımdır ki, qutudan təsadüfən 2 kürə çıxarılacaq və bunların sarı olma ehtimalını tapmalıyıq. Okey, gəl tapaq. Boşluq. Deməli, ümumi bizdə
10 şey var da. 10 nə var? 10 kürə var. Kombinizonla yazırıq 10 və qutdan 2 kürə çıxardırıq. 10-da 12 bu olacaq 10 faktorial bölünsün 2 2 8 həddimə quzu gəzər. Burada 10 vur 9 qalacaq. 10 vur 9 90 böl 2 45. Və bu 45-i aldıq biz. Düzdür, düzdür, düzdür. İndi sarının gəlmə. Sarıda nə deyirdim? Sarı olma ehtimalı. Ümumi 3 sarı var. Mən çıxartdığım ikisinin sarı olma ehtimalını tapıram. Yəni ki, ümumi 3 sarı var. Mən çıxartdığım 2-nin sarı olma ehtimalını tapıram. Bu da olacaq 3, 3-ün özü olacaq da elə. Və yekunda bu sarı olma ehtimalını ümumiyə bölürəm. Yəni ki 3 böl 45, bu da 1 böl 15 eləyəcək. Yəni bu tiplər də bu cür yazıla bilər. Hmm, başqa nə etmək olar? Salam, mən gedirəm 5-10 dəqiqə yatmağa dedim, nə var nə yox. Yatmağa gəlirsən. Səndən mesaj gəldi. Onda bu şeyi saxlayaq burada. Dərsi burada saxlayaq. Bacardığım qədər başa saldım. Şeydir, nə deyim. Sən tapşırıqları işləyərsən, bilmədiklərini qeyd edərsən, onlara aid də ayrıca bir şey çəkərəm. Bunu mən necə şey eləyim? Mesajı bunu necə saxlayım amma? Bir arada Sims işlədim.